16 iyun Moskvada Azərbaycanlı boksçu Elnur Süleymanov Hardcore Promotion'da yumruq döyüşlərində Rusiyalı İlya Topçinlə qarşılaşdı. İlk saniyələrdən Topçin pressing yaradaraq rəqibin üstünə açıq getdi. Elnur bir neçə dəfə əks hücumda sağ hukla qarşılayaraq Topçinin sifətindən dağıdır. Hətta raundun sonunda cəblə knockdown'a salır, amma Rusiyalı durur və raundun sonuna kimi başa vurur. Fasilədə referi döyüş saxlayır və Elnur Süleymanov birinci raundda texniki nokautla qələbə qazanır.